Salam dostlar, bugünkü dərsimiz data bloklardan olacaq. Data bloklarla artıq tanışsınız siz bizim bu proqramlarda biz artıq istifadə etmişik. FP3'ü yaradanda, FP1'i yaradanda, lakin bu dərsdə biraz dərin danışacağıq onlardan. Və keçək bizim DB'yə. Deməli bizdə 3 ədəd, 3 type data bloklar var. Biri shared'dir, shared. İkincisi instance'dır, hansından ki biz artıq işləmişik və yaradan function blokun dəyərlərin, belə deyim, dəyişənlərin yadda saxlamaq üçün və DB of type, bu da ki üçüncü tiplərdir. Bunun haqqında strukturlar və massivləri keçəndə daha tərəfli danışacağıq. Bu dərsdə biz çalışacağıq həm struktur, həm massiv quraq və onu tətbiq eləyək. Deməli, belə dostlar, ümumiyyətlə neçə dənə data blok var, neçə dənə function var bilmək üçün, neçə dənə funksional blok var. Siemens'in belə bir səhifəsi var. Mən də özüm üçün sorğu göndərmişəm. Sorğu deyəndə ki, ofisial sorğu lazım deyil. Search'da tapa bilirsiniz. Belə bir səhifə açılır və burada PLC haqqında məlumatlar əldə edə bilərsiniz. Burada məsəl üçün sizə lazımca bilmək neçə dənə function yaza bilərsiniz, neçə dənə functional block yaza bilərsiniz və neçə dənə data block yaza bilərsiniz və nə qədər yaddaş tutur, bunlar hamısı yazılır burada. Həmçinin işlədiyiniz PLC haqqında məlumat bilmək üçün indi mən simulatoru qoşuram. Dostlar, simulatoru qoşdum. Bunları bağlayaq. Rampı eləyək. Dostlar, eğer ki siz artıq öz PLC-bizə qoşulmuşsunuz, qoşulandan sonra sağ düyməyə basırsınız və burada model information, bunu da hansı dərsdə sizə göstərmişdim, yadımdadır. Burada performance dataya girib, məsəl üçün bloklar haqqında məlumat ala bilərsiniz. Dostlar, keçən dərsdə göstərmişdim sizə, gəlin bir də göstərdim. Məsəl üçün FP3'ü açaq. Çəkək sağa bunu və açaq DB5'i. Yes. Burada fikir versəz, bir dəqiqə qoyun, bunu da açın yan bayan. Burada fikir versəz, DB5 bizim interfeys strukturunu tərsinə FP5'in, yəni bizim interfeysini DB5 strukturu tam təkrarlayır. Bu da DB blokların əsas, instance DB blokların əsas funksiyasıdır ki, funksiyası yox, xüsusiyyətidir ki, siz yazdığınız function blokun yazdığınız dəyişənlərin hamısını təkrar eləsin və özündə saxlasın. Və indi gəlin biz shared DB quraq və biraz onun xüsusiyyətlərinə baxaq. Dostlar, gəlin bir dənə deməli shared DB quraq, instance new data block. Burada dostlar iki variant verilir, görsəz instance DB-ni seçən kimi sizə deyir ki, mən bunu hansı function bloka bağlayayım. Sizin olan function bloklardır, ya bizim yaratdığımız. Shared DB-ni də seçəndə artıq heç bir şey tələb olunmur. Gəlin bu blokun adını qoyaq data 2 qoyaq və keçək general part 2-yə. Burada maraqlı olan hissələr bu aşağıdakı olan hissələrdir. Yəni burada birinci hissə DB is write protected. Bu o deməkdir ki, həmən bu DB-yə siz heç bir məlumat, heç bir dəyişiklik əldə edə bilmirsiniz, əlavə edə bilmirsiniz, üzr istəyirəm. Və ikinci isə non-retain. Bu o deməkdir ki, məsələn, PLC sönəndə ilkin dəyərlər hansılar ki siz yazırsınız, tam olaraq silinir. Sonra yadınızdadırsa biz ikinci ya üçüncü dərsdə
linked və unlinked datadan danışırdıq və bu quşu qoysaq, siz bu bloku PLC-nin memorisinə, işləyən memorisinə, RAM memorisinə, work memory deyirlər ona yükləmirsiniz. Bu qalır sizdə load memory'də və burada məlumat almaq üçün siz sistem funksiyalarından istifadə edirsiniz. Tamam dostlar, gəlin indi bu bloku yaradaq. Bir də ki, burada məsəl üçün hansı sistem funksiyalardır, SVC, səhv etməmsə 2084 belə onlar barəsində də danışacağıq sizlə. Bloku məsəl üçün update eləyəndə hər dəfə burada versiyasını dəyişə bilərsiniz. Yəni ok düyməsini basaq və bizim DB artıq yaradıldı. Belə eləyək. Görsənmir, hava belə daha yaxşıdır. Və bu bizim DB ilə, Shared DB ilə işləmək üçün interfeysimizdir. Burada dostlar, deməli, dəyişənləri əlavə eləmək üçün sadəcə yazırsınız, var, məsəl üçün gəlin 3 dənə dəyişən var A, int olsun, ilkin dəyərin qoyaq 10. Enter düyməsini basanda siz artıq keçirsiniz ikinci səfərə. Burada yazırıq var B. Bu da olsun bizdə int və olsun 20. Və var C. Və burada dostlar, deməli, data type-ı yazmaq üçün sağ düyməni də basa bilərsiniz, yaxud da yadınızda qalıbsa elə adını yaza bilərsiniz. Burada sadə tiplərdir, burada isə kompleks tiplərdir. İndi hələ ki biz sadə tiplərlə işləyirik, int seçirik və 30. Enter. Gəlin dostlar, bir dənə nümunə üçün mən sizə massiv qurulmasını göstərir. Məsəl üçün adını qoyaq value, elə value olsun və burada deməli biz nə edəcəyik? Burada yazacağıq array. Əslində seçə də bilərsiniz. Array seçə bilərsiniz və burada 1 yazırsınız. Məsəl üçün 100 elementdən ibarətdirsə 2 dənə nöqtə 100. Enter. Deməli dostlar, birinci ilkin dəyəri yazmadıq, biz enter bastıq və burada biz yazacağıq hər bir elementin massiv birisi də eyni tipli elementlərin nə deyim onu Azərbaycan dilində strukturudur. Yəni struktur bir yerdən demək istəyirəm. Eyni tipli elementlərin strukturudur. Və biz burada seçirik ki, bizim elementlər olsun int tipində. Yox, əgər dostlar siz istəsəz, məsəl üçün ilkin masivi yaradanda artıq 10 elementlər verirsiniz, onu nə edirsiniz? Məsəl üçün 10 yazırıq minus 5 ilə. Ondan sonra vergül 10 məsəl üçün 100 ilə. 19 yazdıq, 10 yazaq və 40 element o da olsun 500 ilə 40 500. Qalan siz vermədiyiniz dəyərlər hamısı 0 ilə olacaq. Və burada dostlar bir şey də var. Məsəl üçün array sözünün üstünə dursaq belə və F1-i baxsaq, əslində bizdə sprout çıxmalıdır. Hə, bəli, çıxır və buradan oxuya bilərsiniz array haqqında. Hansısa bir məlumat sizə aydın olmasa oxuya bilərsiniz. Bunun sayzı haqqında oxuya bilərsiniz. Elementlərin verilməsi haqqında oxuya bilərsiniz. Və gəlin dostlar, bir dənə də struktur quraq və dərsimizi bitirək. Növbəti dərsdə artıq tətbiq etməyə çalışaq yazdıqlarımızı və biz də strukturun adını qoyaq deməli
Deməli, adını qoyaq motor. Motor. Tipini seçirik struktur. Structure. Və dostlar, burada struktur yəni bilirsiniz nədir? Struktur fərqli tipli elementlərin bir ad altında birləşdirməsi üçün istifadə olunan data type, belə deyə bilərəm, belə tərcümə edə bilərəm. Məncə siz keçmişsiniz bunu üstədə və belə də oxuya bilərsiniz və fərqləri oxuya bilərsiniz, array ilə fərqini də oxuya bilərsiniz, bir də unionla fərqini oxuya bilərsiniz. Və burada motor üçün dostlar nə yaradacaq? Birinci gəlin, yaradaq on, bunun tipi olsun false, bool və ilkin dəyəri olsun false. False yəni sıfırda olur, bəzi sistemlərdə görürsünüz ki sıfır. Məsələn, Yokoqava'da sıfır yazmaq olur. Və ikinci olsun off, bu da olacaq bizdə bool və bu da olacaq false. Və üçüncünü də yazaq speed. Speed'i artıq biz eləyək deməli real, yəni eləyək. Dostlar, deməli bu real tipi nədir? Hansında ki siz nöqtə, vergül və yaxud da daha dəqiq data əldə etmək istəyirsinizsə, məsəl üçün bizdə var float tipi daha çox float tipi uşaqlar daha dəqiq deyil, amma yer az tutur. Double tipi isə daha dəqiq, amma yer çox tutur. Double tipi bu sistemlərdə reallardır. Bunu da yadda saxlayın. Və dərsimizi bitirək. Növbəti dərsdə biz artıq bu yazdığımızı tətbiq etməyə çalışacağıq. Çox sağ olun, təşəkkür edirəm.